Deməli ki, əziz izləyicilərim, mənim gördüyünüz bu 2 dənə gülüm satışdadır. Bu gülüm, baxın, nə boydadır. 350 manatdır bu gül. Təkcə bu gül, difan bayı. Boy metrə yarımdan hündürdür. Yarpağın da böyüklüyünü baxın. Nə boydadır, baxın. Gəlir elə bir qolun boyda olur az qalır. Çox böyük güldür. Göydəsi də çox yoğundur. 350 manatdır. Telefon nömrəm 070 287 04 99. Sonra bu da 150 manatdır. Bunun yarpağı xırdadır. Amma gördüyünüz gibi bax, bu yarpağında heç bir yanma zad yoxdur. Sapa sağlamdır. Aşağı yarpaqları mən almışım. Bura kimi yarpaq vardı. Bu da buradan puçurlar qoydu. Puçur qoysun deyə aşağı yarpaqlarını almışam. Yan sağlam güldür. Bu da elə eyni boydadır. Hələ biraz o birindən baxanda biraz hündürdür deyəsən. Yox, eyni boydadılar. Bu da 150 manatdır. İndi gedirəm işdəki güllərimi çəkməyə. Ha, burada da gülüm var. Baxın, qadın xoşbəxtliyi 15 manatdır, çiçək də qoyur. Bu gül də 15 manatdır. Ünvan Zabrat yolu. Çatdırma var, çatdırma pulludur. Taksimetre nə yazsa odur. Bir dənəsi də burada var. Bu da yenə eyni qiymətdə qadın xoşbəxtliyi. Bu böyümə ərəfəsindədir. Amma o çiçək qoyubdur. Bu bir dənə təzə yarpaq açıb, birini də buradan açır. Mən gül həvəskarı, baxın, güllərə baxın. Sonra gəlirik çölə. Nə olur? Sonra əsas gülləri çəkəcəm ha. Əsas satışda olan gülləri. Sonra belə dondurun. Böyükdür bu gül. Yenə deyirəm, sağlamdır. Ev şəraitindədir. 50 manatdır. Aşağı yerdə yoxdur. Sonra bu gül. Bu 2 gözlüdür. 35 manat. Amma orada var bir gözlü 25 manat. Bu da kala gülüdür. 10 manatdır. Birindən də bala verir. İnanın ki, bəlkə 4 ay başında çiçəyi oldu bu gülün. Başının da çiçəyini bir həftə saxlayır. Sonra bu gül. Bu 10 manatdır. Bu 20 manatdır. Bu da 10 manatdır. Doğa çiçeği. Elə gözəl yarpağı var. Bunun özü çiçəkliyir. Bir yandan çiçəkliyir, bir yandan da boyadır. Bu da çiçəyi keçir, çiçək devri. Amma yarpaq artıq. Özü çox sağlam güldür. Buna nə qədər atmışam. Çox sağlam güldür. Həddindən artıq belə dözümlü güldür. Onun kimi dözümlü gül burada onun özünə. Sonra bu güllər. Birini 5 manata verin. Baxın görün nə gözəldir. Biri 5 manat. Sansevieria lap yaşıl olanı. Bu 10 manat. Bu güllər. Biri 5 manat. Lilya gülü 10 manatdır. Tumucuk da qoyur. Sonra gəldik buraya. Pul gülü 10 manatdır. Sapa sağlam. Yarpaqları görün nətər parlaqdır. Nə vitamin, nə gübrə, heç nə də verməmiş. Bir dənə yazbaşı o meyvə tərəvəzə vurulan gübrədən aldım, verdim, vəssalam. Dua çiçeği. Bu da bayaqki dua çiçeği bir başqa növüdür. O sarmaşığı kimi o böyüyür, kol kimi sarmaşıq. Amma bu hündürə boy atır. Bu da yenə dözümlü güldür. Nə qədər artıq satmışam. Yəni alsanız peşman olmazsınız. Bunu məhv eləyən adam onda elə bilin ki, güldən başı çıxmır. Güldən başı çıxmayan da almasın heç gül zat. Çünki yazıqda o da bir canlıdır. Və bunu da 25 manata verdim. Yenə deyirəm, çatdırma var. Taksimetre nə yazır odur. Ünvan da Zabrat yolu. 2-ci Balaxanı yolla üzbəüz küçədir. Balaxanı küçəmizi şunu itirdim. Nəysə, telefon nömrəmi deyim, 070 287 04 99. 2-ci Balaxanı yolla üzbəüz, Qartal kafe olan küçə. Babaya olan demək istəyirdim. Sonra bu da gül. Yenə 5 manatdır bunlar. Bu aloe vera. Bu
Bu da 5 manatdır. Və bu gül də 5 manatdır. Bu boydana ətirşə. 5 manatdır. Bunun çayını dəmliyib içirlər. Ürəyə xeyirdir. Sonra bu gül. Baxın necə sağlamdır. 5 manatdır. Allah çox sağlam gül. Sonra rozmarin. 10 manatdır bu. Bu boydana rozmarin 10 manata verdim. Cəmaat gülüyle gülüyle manata versin. Sonra bu gül. Bu gül başqa sort güldür. Bunu 10 manata verdim. Amma bunlar çiçək devri keçib gərək bu toxumlarını alam. Bunlar amma biri 5 manatdır. Boyu da gördüyünüz kimi necə hündürdür. Sağlam güllərdir mənim güllərim hamısı. Çünki onlar ev şəraitində sözlü qulluq edirəm hamısına. Hamısına gözəl qulluq edirəm. Başı güldən çıxanlar alsınlar. Çıxmayanlar almasınlar, yenə deyirəm. Çatdırma var, çatdırma pulludur. Taksimetrə nə yazır o da. Sonra belə güllərim var. Biri 3 manat. Yapon şəmsiyələri. İmkan verməyəcəklər videonu çəkin. Nəvəm deyə zəng eləyir. Bana yaxşı.